Sabunçu rayonu Bakıxanov qəsəbəsində Mehriban Mehdiyevaya və Allahyar Əliyeva məxsus fərdi yaşayış evlərini təkcə qonşuluq əlaqələri birləşdirmir. Bakıxanov qəsəbə sakinlərinin ortaq cəhəti həm də qaz sayğacına edilən qanunsuz müdaxilədir. Necə? Elə Sokar Azəriqaz İstisalat Birliyinin işçi qrupunun aşkar etdiyi müdaxilə kimi. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehdiyeva Mehribana məxsus fərdi yaşayış mənzilinin qaz sayğacına tərəfimizdən baxış keçirilən zaman aşkar olundu ki, sayğacın qırmızı dişli çarxları fırlanır, lakin qara dişli çarxlara keçmir. Sayğac sərfiyyatı qeyd etmir, sayğac müdaxilədir. Sayğac nömrəsi 1702 AZ1 301 170 82 532. Ərazidə xidmət aparan zaman Sabunçu rayonu Bakıxanov qəsəbəsi sayğac nömrəsi 1302 AG1 101 30 428 69 nömrəli Əliyev Allahyar Əlioğluna məxsus sayğac baxış zamanı məlum oldu ki, sayğacın zavod plomblarına müdaxilə olunmuşdur. Sayğacın mexaniki hissəsi işləyir, qırmızı çevirzəklər işləyir, lakin qara çevirzəklərə atmır. Sayğac pulu silmir. Kənar müdaxiləyə məruz qalan hər iki fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Meteorologiya Departamentinə gətirildi. Abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilərək qanunsuz kənar müdaxilə halı təsdiq olundu. Xoş gəlmisiniz. Meteorologiya Departamentinə daxil olan sayğaclara ilk növbədə blomb kəsilərək qutu açılır, qutu nömrəsi 2046 22 24 blomb nömrəsi, qutu nömrəsi G6M 0089. Sayğacın ilk öncə vizualına fikir verdik, baxış keçirdik. Vizualında nöqsan aşkar olunur. Blomb yuvasının ətrafında az miqdarda zədəyicilər mövcuddur. Sayğacın geriyə axım verdikdə sayğac alarm 5 rejimində düşmür. Yəni nəticədə elektron hissənin qeyd etmədiyini, pulun silmədiyi müşahidə olundu. Sayğaca ümumi baxış keçirdiyi tərəfimizdən daxilinə baxış keçirilir. Sayğac açıldı, daxilinə baxış keçirildi. Məlum oldu ki, elektron hissəyə impuls ötürən dişli çarx, qara dişli çarx olur. Bu impuls ötürən dişli çarx aşkar olunmadı. Mexaniki hissədə göstəricilərin biri digərinə ötürücülüyü çarx çıxardılaraq saxlanılır, çarx çıxardılıb və yapışqan maddə vasitəsilə saxlanılır. Ötürücülük olmur. Keçid yoxdur, keçid saxlanılır. Müdaxilə qaz etkisi sayğacı. Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.